Qazaxıstanlı kimboksçular Adil Əliyevlə görüşüblər. Bu yaxınlarda təlim məşq toplantısında iştirak etmək üçün Azərbaycana gələn Qazaxıstan Kimboksing Federasiyasının yeniyetmələr və gənclərdən ibarət komandası Azərbaycan Kimboksing Federasiyasının fəxri prezidenti Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevlə görüşüblər. Adil Əliyev Qazaxıstanlı kimboksçulara salamlayaraq öz xoş diləklərini çatdırıb. Qazax kimboksçuları Azərbaycanda olduğu müddətdə məmnun olduqlarını, özlərini vətəndə hiss etdiklərini və yüksək qonaqpərvərliyə görə öz təşəkkürlərini bildiriblər. Heyət Adil Əliyevə Qazaxıstanın milli geyimini hədiyyə ediblər. Qeyd edək ki, Qazaxıstan komandasının məşqçiləri Turdubekov Nurtaza, Erjan Bazarşayev rəhbərliyi altında 18 nəfərdən ibarət heyət gəlib. Onlar federasiyanın yeniyetmə və gənclərdən ibarət milli komandasının baş məşqçisi Hikmət Hacıyevin rəhbərliyi ilə təlim məşq toplantısında iştirak edirlər. Burada əsas məqsəd təcrübə mübadiləsi aparmaq, fiziki taktiki təlimlərdə iştirak etməkdir. Bu həm də Azərbaycan Kimboksing Federasiyasının uğuru kimi qəbul edilməlidir ki, artıq qardaş ölkələrin idmançıları Azərbaycanlı məşqçilərin təcrübəsindən yararlanmaq üçün vətənimizə təşrif buyururlar. Həmçinin Azərbaycan Kimboksing Federasiyasının rəhbərliyinin illərdir ki, kimboksing idman növünün inkişafı istiqamətində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi kimi qəbul edilməlidir.